Mövzumuz hamı üçün aktualdır. Hamı üçün aktualdır. 2. Ən böyük maneə Allah yolunda, uğurlarımızın yolunda nəfsdir. Qəddar düşməndir. Mübarək kitabda adı keçib. Nəfslə bağlı Allah Taala həva kəlməsini işlədib. Həva və istək bizə deyirik. Biz biraz dəyişmişik, ürəyin belə istəyir deyirik. Təxminən ona yaxın sözdür. Bir var məsələn, ağlın buyurduğudur, ağıl xət verib ürəyə, o başqa. Bir də var, ürəyim belə istəyir. Belə yaşayıram, mən beləyəm. Təxminən bu sözlər, mən beləyəm. Nəfsin sözü budur. Mənə deyinməginə, özüm bilərəm. Nəfs yəni bu. Çox belə sadələşdirim ki, görəsiniz ki, yəni, çox gündəlik səndə həyatımızda işlətdiyimiz sözlər imiş ki, biz elə uzaq dövrlərə getmir. Elə bugünün sözləri. Yaxşı? Nəfs yəni bu. Şəhvət kəlməsi keçib nəfslə bağlı. Şəhvət, iştaha, bunlar deməyini köklü sözlərdir. İndi Quranda keçib bunlar. Yəttəbi ona şəhavat. Hava və istəklərinin arxasıcan gedirlər. Özü bu nəfsin meyillərin olması normaldır ya. Yəni deyirsiniz, bu niyə verib Allah bizə? Yox, normaldır. Nə üçün? Çünki nəslin davam tapması, fizioloji bədənin inkişafı, hamısı bu nəfsin meyillərə bağlıdır. Məsələn, təsəvvür uşaqda bu meyil olmasa, qidaya meyil olmasa, o südə meyil olmasa istəmir. Necə olar? Ölər ki uşaq. Amma Allah o meyili qoyub, neynəsin, o uşaq yesin, böyüsün və s.